Hər vaxtınız xeyir olsun. Bugün ev şəraitində qaymaq hazırlayacağıq. 5 litr kənd südüm var. Bunlar belə dondurulub, hazır şəkildədir. İndi bunları qəşəng əridəcəyik və ev şəraitində ən asan qaymaq hazırlayacağıq. Belə bir qaymaq görməmisiniz. Südümüz bax belədir. Yağı da var. Qoyduq. İlıq olan kimi başlayırıq iş başına. Biz bunu çömçəklə deyil, mikserlə qarışdıracağıq və mikseri sürətliyə qoyuruq ki, həmin sürətlə onun bütün qaymağını üzə çıxarsın. Başlayaq. Təxminən 10-15 dəqiqə bax belə mikserlə dayanmadan çırpırıq. Bax görürsünüz. Qaynamağa başlayan kimi də altını söndürürük və 10 dəqiqədə belə qarışdırırıq. Köpükləndirdik. Bundan sonra qoyuruq tam soyusun. Soyandan sonra da soyuducuya qoyuruq. Təxminən 15 saat soyuducuda ağzı açıq qalmalıdır. Bizim qaymağımız artıq hazırdır. Təxminən 20 saat qaldı. Kimin südü yağlıdırsa, onun qaymağı daha çox çıxar. Hazırladım qaymaq. Möhtəşəm. Bu mənim qaymağımdır. Amma yerdə qalan süddən növbəti videoda pendir hazırlayacağıq. Nuş olsun.